Bugün biz kişilərin soyqırımı günüdür. Bu soyqırım münasibəti ilə bütün kişilərə başsağlığı verirəm. Başınız sağ olsun. Və belə soyqırımdan bütün kişilərə hər gün arzu eləyirəm ki, öz ailəsinə, öz xanımına hər gün gül çiçəyi alsın, hər gün təbrik eləsin, hər gün qayğısına qalsın öz xanımının. Tək 8 Martda yox, hər gün arzu eləyirəm, bütün kişilərə arzu eləyirəm ki, həm onsuz da biz kişilərin hər gün soyqırımıdır. Gəlirsən evə, səni başdan ayağa soyurlar. Nəyim var? Soyurlar xanımlarımız, soyurlar cibimizi, soyurlar, qoyurlar ora. Onun üçün də əziz kişilər, yenə sizə başsağlığı verirəm. 8 Mart münasibəti ilə bütün qadınları təbrik edirəm. Və əziz kişilər, yenə deyirəm ki, tək 8 Martda yox, hər zaman öz xanımlarınızın, öz analarınızın, bacılarınızın, həyat yoldaşlarınızın, içi mən qarışıq, mən özümə də deyirəm, öz analarımızın, bacılarımızın, həyat yoldaşlarımızın, qızlarımızın, bibilərimizin, nə qədər qız qohumlarımız, qadın qohumlarımız varsa, hər zaman qayğısına qalaq, hər zaman namusunu, qiriyyətini çəkək və bütün kişilərə, bütün Azərbaycan kişilərinə arzu edirəm. Onun üçün də yenə xanımları təbrik edirəm. Xanımlar biz kişilərin baş tacımızdır. Pis çıxmasın, dırıldasalar da, başımızı, beynimizi yisələr də, başımızın ətini yisələr də, yenə də xanımlar bizim baş tacımızdır. Var olsun bizim xanımlarımız. Azərbaycanın qiriyyətli xanımlarının qabağında mən baş əyirəm. Doğrudan da bir dənə Azərbaycanda namus, qiriyyət söhbəti qalıb. Başqa ölkələrdə, çox ölkələrdə qalmayıb. Yəni görmürəm. Adlarını namus, qiriyyət qoyurlar, hər cür oyunlardan çıxırlar. Mən yenə bütün namuslu, qiriyyətli xanımların qabağında baş əyirəm və təbrik edirəm. Əziz xanımlarım, əziz xanımlarımız, siz biz kişilərin baş tacımızsınız və biz kişilər də siz qadınların, öz qadınlarından söhbət gedir də, öz qadınlarının baş tacıdırlar. Yəni kişisiz qadın olmaz, qadınsız da kişi olmaz. Həyat onda gözəl olmur. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun, keçmiş və gələcək videolarımı izləyin. Yenə təbrik edirəm və kişilərə də soyqırıma görə təbrik edirəm hamısını.